Salam əziz izləyicilər. Mən bu gün mətbəximdə sizin üçün çox özəl, hazırlanması cəmi 10 dəqiqə alan, amma ləzzəti ilə hər kəsi heyran edəcək bir şirniyyat hazırlayıram. Heç bir yerdə görmədiyiniz bu asan üsulla tənbəl paxlavasını hazırlamağa başlayaq. İnanın, dadına baxan hər kəs sizdən reseptini soruşacaq. Ərzaqların dəqiq ölçülərini videonun altındakı açıqlama bölməsində sizin üçün qeyd etmişəm. Əgər reseptimi bəyəndinizsə, videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Sizin dəstəyiniz mənim üçün çox önəmlidir. Hələ qarşıda paylaşacağım çox sayda fərqli və heç yerdə görmədiyiniz özəl reseptlərim var. Sağ olun.